İngilis dilində advanced səviyyəsinə uyğun sosial media vasitəsilə oxuduğum bir xəbəri sizinlə paylaşmaq istəyirəm. Niyə bəs bu xəbəri seçdim? Çünki bu xəbərdə bilmədiyiniz sözlər ola bilər. Eyni zamanda advanced səviyyəsinə uyğun rəsmi dil necə tərcümə olunur? Məhz bunu ifadə etmək, izah etmək istədim. Bu mətn formaldır, yəni rəsmidir və qəzet dili tərzindədir. Adətən biz belə öyrənmişik ki, qəzet dili xüsusilə indiki sadə zamanda verilir. Keçmiş zamanda yox, xüsusilə indiki sadə zamanda verilir. Və bu mətn qrammatik cəhətdən inkişaf etmiş quruluşa malikdir. Özünüz görəcəksiniz ki, mətndə mürəkkəb cümlə strukturları var. Gəlin başlayaq. İlk öncə gəlin lüğət baxımından advanced səviyyəsinə uyğun gələn sözlərlə tanış olaq. Onlar reportedly, triggering, collapsed, tribute, tragic, affected sözləridir. Gəlin bu sözlərlə cümlələrin içində tərcüməsi ilə tanış olaq, cümlədə hansı yeri tutduqlarına baxaq. Apollo playing pal of Prince William has died after reportedly swallowing a bee mid-match, triggering a fatal heart attack. Cümlənin mübtədası Apollo playing pal of Prince William budur. Yəni Şahzadə William'ın polo oynayan dostu. Xəbər isə died, öldü. Və ya bədil dildə desək, həyatını itirdi. After reportedly swallowing a bee mid-match. Reportedly yəni belə bildirilərək, qeyd edilərək. Yəni maç zamanı arı udduğu bildirilərək. Triggering a fatal heart attack. Ürək tutması keçirib və ya ürək tutması keçirərək həyatını itirdi və ya öldü. Deməli, cümlənin tərcüməsi belə olacaq. Şahzadə William'ın polo oynayan dostu maç zamanı arı udduğu bildirilərək ürək tutması keçirib heart attack və nəticədə həyatını itirib. Sanjar Kapoor, 53, a well-known Indian billionaire and chairman of global car parts giant Sona Comstar, collapsed while playing polo in England on Thursday. 53 yaşlı Sanjay Kapoor, deməli o kim idi? A well-known Indian billionaire, tanınmış Hindistanlı milyarder. Chairman of global car parts giant Sona Comstar və qlobal avtomobil hissələri nəhəngi Sona Comstar şirkətinin sədri collapsed while playing polo in England on Thursday. Yəni, cümə axşamı günü İngiltərədə polo oynayarkən həyatını itirib. Daha doğrusu, collapse sözü yıxılmaq deməkdir. Aşmaq, yıxılmaq. Deməli, oyun zamanı o yıxılıb, yəni arı saçmasından yıxılıb və həyatını itirib. Hours before his death, the British educated businessman had paid a moving tribute to those killed in the Air India tragedy. Deməli, ölümündən bir neçə saat əvvəl the British educated businessman, yəni Britaniyada təhsil almış iş adamı Hindistanda baş vermiş Air India faciəsinin də həyatını itirənlərə təsirli bir hörmət ifadə etmişdi.
Pay a moving tribute, yani təsirli bir hörmət ifadə etmək, yəni öz içdən hisslərini bildirmək. In his final post, he wrote. O özünün son paylaşımında yazıb. Terrible news of the tragic Air India crash in Ahmedabad. Yəni Əhmədabadda baş verən dəhşətli Air India təyyarə qəzası. My thoughts and prayers are with all the families affected. Yəni düşüncələrim və dualarım bu hadisədən təsirlənən bütün ailələr üçündür. Bütün ailələrlədir. May they find strength in this difficult hour. Adətən ingilislər dua edəndə may'dən istifadə edirlər. Yəni dua edir ki, onlar öz çətin saatlarında, bu çətin anlarda güc tapsınlar. Qoy onlar özlərində bir güc tapsınlar.